Salamlayıram hər birinizi. Gözəl bir gün ortası arzu edirəm sizə. Günümüzün ikinci yarısı inşallah ki uğurlu olsun. Yaxşı xəbərlərlə dolu olsun. Deyirəm, indi ruhumdan əsl iç üzüm çıxır. Tapdım, nəsə mənə yaraşar. Gedirəm xəbərçilik eləməyə. Günün ən aktual xəbərləri ilə biz gün ortası mağazinlə verişimizə başlayırıq. Xoş gəldiniz. Qarşı tərəfdən cavab gəlməyincə artıq mən də insanları zorlamıyorum. Mən çox istədim, bunun üçün hətta cəhd göstərdim dəfələrcə. Fəqət belə şey ürəkdən gəlməlidir. Bəzi sənət yoldaşlarından bərk inciyən sənətçi onların ünvanına görün nələr danışdı. Əgər o ağrı acılı gündə mənim yanımda deyilsənsə, mən səni edirəm, toyda gəl oyna, video çək, sərmiyon lazımdır, mənə ona ehtiyacım yoxdur. Hüseyin, necə Hüseyin tanım? Üzeyir, Üzeyir, yalandır abi. Bütün bunlar birazdan gün ortasında. Uzun fasilədən sonra Türkiyədə yaşayan, orada məskunlaşan və elə orada da tanınan bizim Günay Musayeva Azərbaycana gəldi. Gəlmişkən də məncə o bizim şou əhlinin ab-havasını çox da yaxşı tutmağı bacardı. Çünki indi elə bir ifadələr ondan eşidəcəksiniz ki, bunu ancaq burada yaşayan və bizim şou biznesin mərkəzində dayanan biri deyə bilərdi. Ancaq və ancaq. Bəli, bizim show biznes gələnləri bax elə dəyişir. Bugün Türkiye'de kifayət qədər tanınan, uzun illərdir qardaş ölkədə yaşayan Azərbaycanlı model Günay Musayeva ilk dəfə gün ortası mağazin kamerası qarşısına keçdi. 2011-ci ildə Türkiyəli aktyor Tolga Kareli ilə ailə qurub. 2015-ci ildə isə ondan ayrılan tanınmış modelin bu boşanması hər iki ölkənin mağazin dünyasında sensasiyaya səbəb oldu. Model o gündən bugünə bir daha nə şəxsi həyatı, nə də oğlu haqqında heç bir açıqlama vermədi. Lakin o illərdən sonra ilk dəfə gün ortası mağazin kamerası qarşısında sükutu pozdu. Model oğlu ilə atasının görüşmədiyini açıqlayaraq səmimi etiraf etdi. Qarşı tərəfdən cavab gəlməyincə artıq mən də insanları zorlamıyorum. Çox istədim, bunun üçün hətta cəhd göstərdim dəfələrcə. Fəqət qarşı tərəfdən cavab gəlməyincə artıq mən də insanları zorlamıyorum. Çünki belə şey ürəkdən gəlməlidir. Düşünməyin ki, yaşadıkları onu sevgidən soyudub. Xeyr, Günay bugün həm sevir, həm də sevilir. Sevgi var burada. Ürəyimin qapısı açıldı. Sevgi də var orada. Artıq 3 il oldu. Eskiden geçti. Müsahibə zamanı Musayeva Türkiye'də məşhur olmağa çalışan bəzi müğənnilərdən də söz açdı. Amma maraqlısı odur ki, o bu mövzuda yalnız bir müğənninin adını çəkdi. Bir dənə ona rast gəldim. Bəs görəsən o ifaçı kimdir? Hüseyin. Necə Hüseyin tanım? Üzeyir, Üzeyir. Yalandır abi. Böyle bir mahnı var, ben onu eşittim. Geceler pervane başıma dolandı abi. Sevgi yoktu inanmıram yalandı abi. Elə müğənnilərdən danışmışkən Günay elə bir etiraf etdi ki, bizi də təəccübləndirdi. Bence burada daha çox toy biznesi inkişaf edir. Toy məktəbi açmaq lazım. Model show biznesin indiki vəziyyətindən də narazıdır. Profesyonel bir agentство, bir ajan, məktəb olmalı.
və orada yetişməli. Yəni bu müsabiqələrdən daha çox məktəb olmalı. Toylara görə insanlar acaq müğənni olur, səsi olan, olmayan, hər kəs müğənni olur, toya gedin. Hazırda yeni layihə üzərində çalışan Günay Musayeva yeni işindən də ağız dolusu danışdı. Geçen il çekildi. 4 ay İstanbul'da çekildi. Bütün ekip oraya gelmişti. Şimdi de yayındadır. İzlemenizi tavsiye ediyorum. Çok maraqlı bir serialdır. Bu da gözəl modelimizdən həm səmimi, həm də sərt açıqlamalar. Uzun zamandır görünməyən Səlim Abbasov sən demə nələr yaşayıb, nələr. Əslində onun həyat hekayəsini azdan çoxdan hamımız bilirik, amma onun dostlarından küsmə səbəbləri var imiş. Niyə görə şou əhli Səlim Abbasovdan üz döndərdi və o bugünkü gündə tək-tənha öz yalqızlığından danışır və xeyli də şikayətçidir. Uzun müddətdir efirlərdən uzaq düşən məşhurları tapıb sizlər üçün kameralara gətirməyə davam edirik. Bu dəfə kameramıza tuş gələn isə əməkdar artist Səlim Abbasov oldu. Düz edirsiniz, ümid izləyirsiniz. Ürəyi olduqca dolu olan Səlim ilk sualımızdan başladı gilə-güzara. Çox sənət yoldaşlarım var, çox aparıcılar var, çox insanlar var ki, onların qolunda mən hədsiz dərəcədə durmuşam. Məsələn, elə insanlar var ki, onların misal üçün salam sağ ol sadəcə. Çünki o mənim ailəmin faciəm günümdə valideynlərimi itirdiyim vaxt mənim yanımda olmadı. Bəzi sənət yoldaşlarından bərk inciyən sənətçi onların ünvanına görün nələr danışdı. Mənə dedilər ki, Səlim yanında ola bilmədi, amma toyunda mütləq oradayıq yanında. Mən dedim ki, mən səni toyuma niyə çağırmalıyam ki? Sən əgər o ağrılı acılı gündə mənim yanımda deyilsənsə, mən səni deyirəm, toyda gəl oyna, video çək, Səlim lazım deyil, mənə ona ehtiyacım yoxdur. Yəni, yaxşı günümdə mənim yanımda olmanlar var ki, gəldin, toyda oynadın, şəkil çəkdirdin, qoydun, yedin, işini getdin. Pis günündə göz axtarır, görüm kimlər gələcək. Çünki mənim haqqım var. Səlim Abbasov açıq şəkildə bəzi həmkarlarını yalançılıqda günahlandırdı. Görəndə dedilər ki, doğrudan deyirsən, inanmamışam, doğrudan belə bir şey olub. Allah haqqı heç xəbərim olmayıb. Halbuki bütün saytlar yazdı. Heç gəlmə, götür bir SMS yaz. Onların dostluq adına yaraşmayan davranışlarını sərt tənqid etdi. Elə insan oldu ki, gülməyim gəlir danışı yadıma düşəndə. Mənə dedilər ki, Səlim, sənin başsağlığı yazmışdı, qardaş, oxudun, deyirəm, harda? Deyir, Facebookda yazmışdım. Mən deməli girməliyəm, Facebookda axtarmalıyam ki, bu kim mən orada başsağlığı yazıb. Nömrəm yoxdur da belə çıxır da. Səlim danışdıqca zilə qalxdı. Mənə aldatmaq üçün insanın, nə bilim, 78 dən qulağı olmalıdır, 28 dən gözü olmalıdır. Valideynlərini itirmən, onların həsrətini çəkmən doğrudan da ağır dərddir. Bəs görəsən onların arzularını zamanında hansı səbəbdən gerçəkləşdirmədin? Atam sağlığında deyirdi ki, oğlum evlən, anam da deyir, toyubu görək. İstəmiş amma sadəcə vaxt. Mən bu işdə vaxt demək çox ayıra bilmədim. Amma təəssüflənirəm ki, təbii ki, bu həmişə mənim yaralı yerim ki, yəni kaş ki, bu vaxta qədər kaşlarla yaşamışam. Kaş ki, mən Moskvaya getməzdim. Kaş ki, burada olardım, atam anamın yanında. Bu hadisi olsa belə ya, atam anamın yanında olardım. İtirərdim, onların yanında olardım. Qucaqlaya onu itirərdim. Mən gələndə heç birini görmədim. İnanırıq ki, tezliklə valideynlərinin arzularını çin edəcəksən. Ən qısa zamanda ailə qurub xoşbəxtliyini tamamlayacaqsan. Sonraki peşmançılıq əlbəttə ki, fayda verməz. Amma peşman olmayan bizim bir Nuranımız var. O Nuran ki, Nadir Bayramlının ifa etdiyi mahnıya yenidən bir nəfəs qatdı. Sosial platformalarda viral oldu və icazəsini də elə canlı yayımda gün ortasında Nadir bəyin özündən şəxsən aldı. Amma mahnının klipi hələ indi çəkilir. Özü də bazarda. Dünən səhər saatlarından axşama qədər Yaşıl Bazarda Nuranı
bir çox alıcılar izlədi və köhnə vaxtlardan tanıdığı o mahnını elə onunla bir yerdə orada bir də rəqs etdilər. Sev doyunca eyleme, gözlerinle kömrüm evin yıkıp bir an eyleme. O kara gözlerin göncesi yandırdı beni, o gül yanaklarının bu sesi yandırdı beni. Əziz tamaşaçılarımız, dünən əslində mənim özümə də qaranlıq qalan bir məqam oldu. Onu istəyirəm sizinlə bölüşüm. Bizim Mehin, düzdür, mən ondan dəfələrlə əlaqə saxladım. Bugün heç bir zəngimə də cavab vermədi. Mehin, tanınmış aktyor İqo Hüseynovla bərabər, bax, bu görüntülərini mənə şəxsən göndərdilər. O göndərən şəxsin adını qətiyyən çəkməyəcəm. Çəkiliş meydançasında çox gərgin anlar yaşanıb və bu gərgin anlarda əslində orada daha da başqa görüntülər də var idi. Mən onları istəmirəm efirdə sizə yayımlayım. Çünki şiddətə qarşıyıq. O görüntülərə görə əlaqə saxlasaq da heç bir iki tərəf bizə cavab vermədi. Və bir şey maraqlıdır ki, bütün bu məsələyə əməkdar artist Abbas Bağırov da aiddir. Onun bu söhbətdə nə kimi bir rolu var, onu tezliklə biləcəyik. Kəsək görüntülərimizi, bu qədər məncə kifayət edir. Çox qısa bir aradan sonra isə görün studiyamızda nələr olacaq. Qaranlıq otaqdan səslənən suallar və qonaqlarımızdan biri üçün studiyamıza gələn gizli adamın kimliyini biləcəksiniz. Gedək, gedək. Onlar gündəmi yenidən dəyişəcək. Bu dəfə kimin gəlişi hansı qonağımızı təəccübləndirəcək? Bu görüş yeni gündəm başlığına çevriləcək. Gözünüz bizdə olsun. Bütün bunlar birazdan. Bəli, bəli. Temanın ruhu bugün bu mahnılardır. Nə olub, nəsə belə keyfin yoxdur? Yox, keyfim var. Yaxşılıqdır. Peki yanıma gəlmədim. Necə? Yanıma gəlmədim, incidim. Yox, təbii ki. Bu mən zarafat edirəm, amma mən küsən adam deyiləm. Amma mənim qətiyyən bax kinim də yoxdur ha. Yox, İstədiyim mənim də mahnıları kinim vermə. yoxdur. İstədiyim mahnıları verməsəm də kinim yoxdur. Ürəyindən Siz mahnı da burada nə var şansım verin. Ürəyindən keçən mahnı yoxdur. Yox, sən rəzə keçən var deyim verin. Hə? Hə, Yox, bəlkə bir ikicə cümlə bir muğam oxuyasan. Yox, sən sonu verə bilərəm. Bugün səhər açılandan ruhumda mənim bu mahnı var, bilmirəm niyə yəni, səbəb nədir? Yəqin ki, bir yerdən bir keçmişə baxıb bugünə gəlib çatırıq. Musiqi gözəldir. Musiqi doğrudan da günün istənilən anında keyfimizi birdən beşə dəyişəcək bir ritmlərdən ibarətdir. Musiqi bizim həyatımızdır. Musiqi bəzi insanların hətta deyim sizə ki, gündəlik motivasiya aldığı yeganə bir yerdir. Çünki bəzi insanlardan o enerjini ala bilməyənlər musiqidən o enerjini alırlar. Və elə indi əsl musiqi sevərlər gələcək. Musiqi üçün demək olar ki, çox fədakarlıq edənlər, gözəl musiqini oxuyanlar, yaradanlar, insanlara ötürənlər gələcək. İki fərqli janr bugün studiyamızda birləşəcək. O ki, qaldı sürprizlərimizə, hər biri də öz yerindədir. Gəlsinlər ki, efirimizə başlayaq. Muğam ritmlərini müsabiqə illərindən bu yana səmimiyyəti ilə, keyfiyyəti ilə, səviyyəsi ilə çatdıran bir insanı dəvət etmək istəyirəm sizə. Doğmamdır, əzizimdir və bilirəm ki, insanlar da onu çox sevir. Eldəniz bəy bugün buradadır. Eldəniz Məmmədov gəlir, gün ortamız başlayır.
Emin, hoş Salamlayırıq, geldiniz. salam əziz dostum Zümrüt xanım. Tamaşaçılarımızı salamlayırıq. Hamınıza gözəl günlər arzu edirik. Hamınıza xoş firavan günlər arzu edirik. Sizdən də verişinizdə olmaqdan çox məmnunam. Əziz qohum, əziz insan. Ve hoşum gelir. Bak o efir resmiyeti çok güzel bir haldır. Hürmet əlamətidir. O eyni candan, eyni qandan, eyni qohumlar yan yana da gələndə o sizli bizli danışmağı da o da bir başka alemdi. Ne güzel böyle toy havasında geldin. Toy əhvalında. Sizə görə də elə gəldim də. Ki toy olsun, Ürəyici çoxlu. olsun. Amin, amin. Amin. Allah da oradan da evimize, elimize, obamıza toylar Gözəl qismət günlər eləsin, qismət eləsin, gözəl bəli, bəli. günlər qismət eləsin. Ümumiyyətlə hər ifaçının repertuarında var da toy Bəli, mahnısı. təbii ki, təbii ki. Toyda var, gəlinə oxunan mahnı da var, Var, zəy üçün var, də var, mahnı var, qaynanalar üçün də mahnı var, qudalar üçün mahnı var. Yəni biz hər bir işi qurmuşuq yəni. Bəli, bəli. Yaxşı, çox sıxışdırmayacağam. Çox sıxışdırmayacağam. Xoş gəldin. Çox sağ ol. Sağ ol. Və bugün bayaq dediyim kimi iki fərqli qonaqdır. Amma söylədiyim kimi də ürəkləri, ruhları, xəmirləri əsl musiqi ilə, Azərbaycan musiqisi ilə yoğrulan insanlardır. Mən bu xanımın xətrini o qədər çox istəyirəm ki, Azərbaycanımızda yaxşı ki o var. Yaxşı ki bizim musiqi həyatımızda, elə bəstələrdə, böyük kompozisiyalarda, dünyanın hətta hər bir yerində onun ifaları sevilir, dinlənilir və hətta oxunulur. Bugün sizə bəzi sürprizlərimiz də olacaq. Respublikamızın dəyərlisidir. Respublikamızın əməkdar artistidir və bizim hamımızın Elzasıdır. Canım Elzam gəlir. Elza Seyidcahan gəlir gün ortasına. Bu mövsüm ilk dəfə gəlir. Solmayaydı. Ay, bu mahnının neçə yaşı var Elzam? Xoş gəldiniz. Toxun mənə. Xoş. Dəniz. Səni çoxdan görmürdüm, darıxmışdın sənin üçün əzizim. Yubileyindən sonra görüşməmişdik, hə? 50 illik yubileyindən sonra. Görüşmüşük, hə. Eldənizin yubileyindən sonra gözəl yubileyi oldu. Maşallah orada çox hörmətli insanlar, dünyanın hər bir yerində. Bəli. Çox gözəl, mötəbər dostlar, sənət dostları. Onda mən səni bildim ki, sən doğrudan da şəxsiyyətsən. Hər adamın adı gününə elə adamlar gəlmirlər. Və Türkiyədən hətta sənətkarlar gəlmişdilər. Ona görə mən fəxr edirəm ki, Sevilmək gözəldir. bizim Eldənizimiz var. Eldəniz kimi sənətkarımızın, xalqımızın ulduzu var. Bir gözəl ailə başçısı var, bir gözəl ata var, bir gözəl baba var, quda var, qardaşımız var. Sənə də fəxr edirəm mən. Eldəniz Elza. Elza, Eldəniz. Çox gözəldir. Özü el Allahın elə bir adıdır ki, yəni ki el hər adama verilmir. El olan adamları Allahın mələkləri qoruyur. Təşəkkür Ona görə bizim edirəm. ikimiz də mələklər qoruyur. Təşəkkürlər. Həmişə yanındayam. Təşəkkürlər, çox sağ ol. Sən də mənim yanımda bilirəm. bəli. Mən hətta Füzuli mahnısını bəstələmişəm. Bilirsiniz də mənim mən oturan kimi biraz Mən gözləyirəm ki, bizi salamlaşaq. Canan- Necəsiz? Can, Nə yaxşıyam. var, Səni nə görmüşəm yox? bu hallarda. Əlbəttə mən bu gün biraz hamımız biz çox pərişanıq bu gün belə məlum hadisədən. Ona görə mən başqa Bəli, bir bəli. mahnı ilə gələcəkdim bu verilişə. Ona görə mən yəni başımız sağ olsun demək istəyirəm bütün Türk dünyamıza Qardaş və əlbəttə ölkəmizə. qardaş ölkəmizə bizim də yəni ki elə başımız yəni ki Bəli, bəli, o müsibətlə yəni ki biz də o pərişanıq, çox dərdliyik. Bəli, Amma onların acısı əlbəttə bizim ki acımızdır, bəli onların acısı işdir. bizim Ona görə ağrımızdır. yəni demək istəyirəm ki, mən bizim Qarabağ bölgələrinə gözəl əsərlər bəstələmişəm də, bilirsiniz. Bilirəm. Mən məsələn Füzuliyə də yazmışam, hamısına yazmamışam, amma Füzuli, Göyçə, Laçın, Göyçə mahalı, məsələn Göyçay, belə Bakı. Məsələn Füzuliyə mən yazanda mənim gözüm qarşısında Füzulinin gözəl insanları birinci Eldəniz keçir gözümün qarşısından. Günay İbrahimli sənətimizdə, Zamiq, sən özün Füzulidənsən. Yəni ki Anam Füzulidəndir. anam, yəni ki torpağı şərəfləndirən insanlar var da, yəni əlbəttə hər birimiz Azərbaycanlıyıq. Və hətta biz Ha, qohumluqda bilirsiniz. Doğrudan. Bəli. Lap yaxşı. Həm də Eldəniz həm də bürcü də xərçəng bürcüdür. Çox Allahın sevdiyi bir şəxsiyyətdir. Mən deyərdim ki, ona mən də demərəm. Yaxın Əlbəttə əyləş. ki, hamımız Allahın Əziz quluyuq Eldəniz, əlbəttə. Mən bugün- özümə. Amma mən Bugün Eldənizim. görürəm ki, bu ikili birləşmədən çox söhbətlər eşidəcəyik. Söz söhbəti həmişə mənim də oradan xoşuma gəlir.
çox məntiqli danışır. Məntiqli və Bəli. haqqına. Məntiqli danışır, haqlı yerdən danışır. Heç vaxt danışığında səmimiyyətsizlik və yaxud da yalan deyil. Bəli, Bir şey bəli. yoxdur. Artıq neçə ildir tanışıq. Biz cəmaət, bizim xalqımız, bizi bütün dünya izləyir. Biz bəzən istəyirik ki, məsələn, şou göstərək, amma onlar çox safdılar, onlar inanırlar. İnanırlar. Mən deyirəm də, yəni həmişə deyirəm ki, bu yaxında bir müsahibəm oldu jurnalistimizlə. Dedi ki, çox maraqlı bir fikir söylədiniz də. Evdə uşağın yanında valideynlər savaşarlarsa, uşaq böyüyəndə o savaş yadında qalacaq. Sevərlərsə, məhəbbətli olarlarsa, o sevgi ilə böyüyəcəklər. Tamaşaçılar da bizim evladlarımızdır sanki. Biz öz musiqilərimizlə, öz rəftarlarımızla biz onlara hərdən bəlkə fikirləşirik ki, şoudur da bu. Amma onlar şou bilmirlər. Onlar həqiqət bilirlər hər bir şey. Ona görə də tamaşaçını mən istəmərəm ki, nə vaxtsa alladaq, bir-birimizin yanında olaq. Kiminsə səhvi oldu, o səhvi deyək ki, yəni o səhvi şouya çevirməyək. Yəni bir-birimizi müdafiə etməyi bacaraq. Çünki bizim necə deyərlər, mənə elə gəlir ki, sənət cəmiyyətində olan insanlar nəinki sənət dostudurlar. Mənə elə gəlir ki, sanki elə biz bir atadan, bir anadan dünyaya gəlmişik. Hamısı bir ailənin üzvləri kimidirlər. Çünki bu sənətdə tək-tək adamlar dözüb bu səhnədə, bu sənətdə qala bilirlər. Bir də görürsən bir ailədə, bəlkə də Eldənizin ailəsində elə bacısı, qardaşı var ki, ondan da gözəl səsi var. Amma onlar seçilməyiblər səhnə üçün. Çünki səhnədə seçilmək nə deməkdir? O xasiyyət olmalıdır, o dözümlülük, o müdürlük. Bəli. O zəhmətin qarşısında dayanmaq ildırım asan bir sürətinə şey deyil. hərdən ildırım sürətinə getməlisən, hərdən də sən çox sakit olmalısan. Ona görə mən həmişə bir-birimizin ayağına atılan daş sanki mənim ürəyimə atılır. Məmməd Arazın bir şeyi var. Kaşki hamısın kimi düşünə biləydi Elza xanım. Bir həm gözəl oxuyur, həm də gözəl paltarlar tikir. Elza xanım Çox gələn, zəhmətkeş. dəqiqə bir, qol bir. Dəqiqə bir, qol bir. Dayanınız. Bəli. Dayanınız. Bəli, biz bütün ulduzlarımızı sevirik. Bəli. Hamısına saygımız, Özümü hörmətimiz yaddan çıxartdım, amma mən yox. Siz Mən ancaq mən həmişə demişəm ki, mən diva yox, mən divəm. Çünki div hələ div doğulur. Diva elə bir çalışır da diva olsun. Amma div elə div doğulur. Biz divik, Eldənizdir, mənim divik. Azərbaycanın, bəli. Və yeganə ölkədir ki, deyir o musiqisi ilə, sənəti ilə, rəssamı ilə, pianoçusundan tutmuş hər bir peşədə o qədər istedadlarımız var ki, sənətkarlarımız çoxdur və bizim elə sənət aləmində də əlbəttə ki, hər kəsin bir titulu var, hər kəs sevildiyi qədər sevilir. O ki qaldı divamıza, bəli, divlərimiz də çoxdur, divalarımız da çoxdur. Amma biz həmişə deyir o diva deyəndə Respublikamızın xalq artisti Aygün xanım Kazımova gəlir gözümüzün önünə. Çünki doğrudan da diva dediyi ona və elə estradamızın divası kimi də bilirik, tanıyırıq, bütün dünya da tanıyır. Amma elə dediyiniz kimi də sənətkarlarımız həddindən artıq çoxdur. Azərbaycan adını qaldıran, ucalara bayrağımızı yüksəldən. Mənim üçün bilirsiniz necə? Mən hərdən deyirlər ki... Siz özünüzü deyin həmişə. Zümrüt xanım, bizim elə bu dəqiqə elə istedadlı bizim ifaçılarımız var ki, inanırsınız belə Eldənizin yazır. Eldəniz ağzını açıb bir dənə zəngula versə, 10 dənə necə də divanı udar oturar misal üçün. Belə bax canlı və yaxud da ki, bizim elə gənc istedadlarımız var ki, qızlı oğlanlı. Mən onlara baxıram. İnanırsınız, onlardan mən yaxşı mənada öyrənirəm, onlarla fəxr edirəm. Sadəcə bizim elə gənclərimiz var ki, onlar bugünkü gündə, biz bunu haqda çox danışırıq, əziyyət çəkmədən tez bir zamanda ulduz olmaq, tanınmaq yolunda gedirlər. Bu əslində bir çox gəncimizi də məhv eləyir. Təhsildən uzaqlaşırlar. Çünki onlar böyüklərdən qaynaqlanırlar. Baxırlar ki, çox adam bir gecədə necə populyarlaşırsa. Zümrüt xanım. Deyir, mən niyə oxuyum ki? Danışacaq bütün bunlar haqqında Elza xanım. Danışacaq. Onlar da böyüklərdən qaynaqlanırlar. Mən yəni demək istəyirəm ki, böyüklər elə olmalıdırlar ki, böyüklər. Nümunəvi. Bilirsiniz necə? Ucalıb deyir göylərə dəysə də başım, bir siz olacaqsınız könül sirdaşım. Səməd Vurğunun Aygün poemasındandır. İnsan bar verdikcə başını aşağı salar. İnsan
biz səhnədə görmüşük də insanları. Səhnədə gəlirlər, insanlar insana üzr istəyirəm, xüsusən də toy yəni ki, ziyafətlərində bəyin atasından tutmuş, bəyin özü gəlirlər müğənnilərə, üzr istəyirəm, cibinə pul da basırlar, açıq deyirəm efirdən. Ona misal üçün qucaqlaşırlar da, belə oynayırlar da. Yəni ki, bilirsiniz necə? Amma balacalar da yenə də deyirəm ki, biz hər kəsə nümunəyik. Ona başa Elə gözəl danışırsınız ki, heç saxlamaq istəmirəm. Amma saxlamaq məcburiyyətindəyəm. O toy abu-havası başqa bir abu-havadır. Biz bugün çox fərqli mövzulardan danışacağıq. Elza xanımın da sizə xəbərləri var. Elə Eldəniz Məmmədov da neçə vaxtdır görmürəm, bir baxaq görək nə var, nə yox. Hətta Allah qəni-qəni rəhmət eləsin, Ruslan Əhmədovun Əhmədoğlunun bir layihəsi var. O layihəni biz bir neçə dəqiqədən sonra Eldəniz bəyin ifasında sizə təqdim edəcəyik. O ki qaldı şou yaradanlara. Bizim efirdə şounu heç kim yaratmır. Çünki canlı efirdə şou istənilən an yarana bilir. Çünki bugün qonaqlarımızdan biri üçün pərəstişkar öz suallarını göndərib şirkətimizə. O sualları təbii ki, biz öz redaktörümüzdən keçirdərək qonağa təqdim edirik. Xanəndə DJ. Bəli. Onun adı var. Xanəndə DJ. Yo, mən baxıram deyə saxlayır. Mən baxıram, elə bilir ki, saxlamaq lazımdır. Və qəşəng musiqini ver də, ver. Xanım deməsində Hə, Elza xanımın, Elza xanım bax qoxu mən sizdən gördünüz. Özünüzü itirmisiniz əməlli başlı. Nə demək istəyirsiniz? Nə etmək istəyirsiniz? Hara getmək istəyirsiniz? Gözünüz doymurmu? Qarnınız doymurmu? Qarnınız bir gün partlayacaq. Gözünüz nəsər, yəni mən belə başaca bilmirəm. Bunları kimə deyirsiniz? Mən bəzi aparıcılara deyirəm ki, bu mahnıları verən insanlara ki, nəyə görə bunu verirlər? Çok şükür niyə verirsiniz o musiqini? Verin də bir dənə oradan verin. Ajantajlı musiqilər efirlərə lazımdır. Çünki tamaşaçı bizim bəstəkarlar ölüb, bizim bəstəkarlarımız. Tamaşaçılar da həyecanlanır. Bizim bəstəkarlarımız ölüblər. Fəxri Xiyabanda onlar hamısı uyuyurlar, onlar yaşayırlar bu dəqiqə. Ay qurban olsun, bu dövrün də öz tələbatı vardı. İndi bizə bu tələb edirlər. Biz o tələbatı veririk. Zümrüd, mənim lirik əsərlərim də var, mənim necə deyirəm, o sizin istədiyiniz mövzulardan da var. Elza xanım, onlar da var, hamısı var. Bəli, DJ xanəndə dedim. Elə gözəl səsi var ki, Eldəniz bəy, elə gözəl səsi var. Babək oxutdu. Bundan qabaq ATV-də Zahir Bəxşəliyevin apardığı Yax kimi verilişi var idi. Orada Eldəniz müəllimin evində olmuşduq biz. 10 il bundan qabaq Eldəniz müəllimin necə yadında qalsın Tebo?
Kimin tələbəsi idin? Desən İlkin Əhmədov. bəli. Hə, İlkin Əhmədovun hətta tələbəsi idi. Deyirəm bax Harda xanəndə. olmuşuq, harda? Sizin evdə olublar. Atamdarda. Bəli. Qonşuydun sən. Bəli, Sən bəli. bacın da oxuyurdun. Hə, ha? hə. Hə, Bu İlker. boyda uşaq, bu boyda balaca uşaq idi bu. İlker idi hə Hə, bacılar. İlker. Bəli. Böyüyübdü. Respublikanın DJ xanəndəsi. Hə, O oxumusan da da. bizim efirdədir. Səsin düzəlmədi sonra. Düzəlib, yaxşıdır. Bu sənətə keçmişəm, hələ ki dayandırmışam. Hə, inşallah, Ulan, inşallah bəli. deyərsən. Deyir insan ruhunu harda tapırsa orada. Amma həm DJ həm də oxuya bilər də, amma maraqlı Hə, olar. hətta onu dedi ki, şou Onu yarada özündə bilərsən. yəni ki, keçirdə bilərsən. Yəni ki, sınaqdan. Mikrofon qoy, elə də oxuyunan qəşəng olar, yenilik olar. Sənə bir fikir verim. Qismətə ki başladım elə. Sonra bütün DJ-lər Vaxt olar, Niyam özü deyir ki, Ezəxan, o vaxtı mən verilişdə aşpazlıq eləyirdim. Nə qədər müğənni gəlirdi ora. Yadımdadır. Deyir, heç kəs mən də yeməyi bişirəndən sonra mahnı ilə gətirirdim də. Heç bir kəs mənə deməmişdi ki, sən müğənni ol ya da aşpaz ol. Amma siz gəldiniz, mənim amma yadımdan çıxıb. Dedi ki mənə, siz mənə dediniz ki, müğənni ol, sənin qəşəng səsin var. Siz o sözü mənə dediniz, mən sizin o sözünüzə görə mən müğənni oldum. Mən aşpazlığı qoydum kənara, düzdür belə müğənni. Məsələn, çox adamlara mən deyəndə onlar elə bir onu yararlanıblar da ondan. Yəni DJ çoxdur, amma belə xanəndə DJ yoxdur. Sənin üçün Özə yaxşı gözəl olur. yaraşır, səslənir. Xanəndə DJ. Xanəndə DJ. Xanəndə demişkən, Allah rəhmət eləsin. Ruslan bəyin yazdığı o layihəni, o ifanı, o ölümündən sonra oxudu sən, özü eşitmədi. Bəli, bəli, yox, eşitmədi. Əslində onu oxumuşdu bizim Pərvin oxuyub. Bizim Pərvin. Ondan sonra Lətifov. Bəli, Pərvin Hə. Lətifov oxuyub. Ondan sonra Ruslan mənə təklif elədi, sən də oxu bunu, sən də oxu bu mahnını. Sonra Vasif də belə qaralama oxumuşdu, amma tam oxumadı. Mütasib məncə bir yaxşı iş alınıb bizdə. Bəstəsi Ruslan Əhmədoğlu, əziz dostum, Allah rəhmət eləsin. Ruslanın da oradan çox gözəl mahnıları var. Çox yəni hər mahnıya bənzəyən mahnıdır. Deyirəm, Ruslanın çox böyük ürəyi var idi. Ruslanın mən bir neçə mahnısını oxumuşam. Bu aranjman da İlkinə aiddir, İlkin Valihoğlu'nundur. Məncə bir normal bir iş alınıb. Oxuyaram, qulaq asarsınız. Xanəndələrimiz arasında da indi artıq dəb halını alıb. Lap köhnə, unudulan mahnıları qəşəng duet şəklində salırlar. İlkin Əhmədov Rəvani ilə oxudu, dünən Elnur Zeynalov Güllü ilə oxudu. Yəni duetlər artıq o qədər çoxdur ki və İndi özü gözəl mahnılar da bəstələyir. bəstələyir də, hə. qəşəng Yəni o mahnılar. köhnə mahnıları düzdür bu gün bəzi ifaçılar biraz çox fərqli tərzdə oxuyurlar. İndi məsəl üçün çox insan artıq ayağa qalxıb o barədə sözünü deyir. Sənət adamları, sənətkarlarımız elə gün ortası maqazinə də danışırlar ki, mahnını oxuyun amma toxunmayın. Amma indi bir məqam var. O ifaçının əgər boğazı başqa cür onu təqdim eləyibsə, insanlar onu elə seviblərsə, yəni nə qədər onu təkrarlamaq düzgündür. Məsələn, Eldənizin başqa ürəyi var, o başqa cür oxumaq istəyir. Eyza xanım tamam başqa səmtdə oxuyur. Sonra da bunu söz eləyirlər ki, niyə onu olduğu kimi Mən heç vaxt səsləndirmir? bəstəkarın mahnısını başqa səmtdə deyir, üzr istəyirəm, qeyrət edirəm, başqa bəstəkarın mahnısını dəyişdirərəm mən bir notun da belə. Yəni ki, bəstəkarın mahnısı Yəni, avazınız toxunulmazdır. fərqli ola bilər. Avaz ola bilər, tembr fərqli ola bilər. Ora bir əlavə eləyə bilərəm, amma onun kantı qalmaqla. Məsələn, mahnı 3 dəqiqəli idi, mahnı qaldı. Ortada bir dənə improvizə edə bilərəm. Yəni bu da mənim ürəyimə gəldi. Yoxsa kimsə mahnını dəyişdirirlər və yaxud da ki, mahnının bir ya başçığını, ya orta hissəsini, ya sonluğunu kəsirlər. Hə, bu mahnını mən belə sən kimsə mahnıya yanaşasan ki, bəstəkar o mahnını evladıdır da, yəni. Elə bilirsən onun qolunu, qanadını sındırırsan. Yəni bəlkə Eldəniz idi mənim sualımla, cavabımla razı deyil. Mən özümə görə deyirəm ki, heç vaxt mən Mahnılar heç vaxt kantanı dəyişmək olmaz da. Boğazlar fərqli ola bilər. Ola bilər, təbii ki. Özdə hər boğazda da, hər oxumaqda da öz şirinliyi var, öz dəstixətti var hər ifaçının. Bu mahnının da adı Sevginin Sonu adlanır. Hardasa da elə yazıq bizim Ruslanın da həyatına bənzəyən bir, yəni bunun da həyatı nakam oldu, tez köçdü həyatdan. Allah rəhmət eləsin. Mən buradan anasını salamlayıram. Ailəsi salamlayıram, qardaşlarını salamlayıram. Bəli. Evlatlarını salamlayıram. Bu dəqiqə baxırlar. Ekskluzivdir. Axşam elə həmin bitib mahnının bütün hər bir işi. Oxuyum. İstəyirsiniz oxuyum. Hə, 1-2 dəqiqədən sonra dinləyəcəyik. Bütün deyiruz sonunu gətirə bilməyən
sevgilərə həsr eləyərik onu. Çünki doğrudan da bu son neçə ildə o qədər insanı gözləmədiyimiz bir halda itirdik ki, yəni doğrudan da insan heç inanmağı da gəlmir ki, artıq o insanlar həyatda yoxdular. Məncə biz qaranlıq otaqdan gələn suallarımızı bir neçə dəqiqədən sonra edək. Elə danışmışkən də, o ab-havadaykən də Eldəniz Məmmədovun o əvəz olunmaz ifası ilə, boğazı ilə biz o sevgini bir daha eşidək ondan. Ay, bir insanın iç dünyası, bir insanın iç səsi və mən sizə o qədər lirikanı yaraşdırıram ki, lirik musiqilər elə bir ki, sizin üçün biçilir. Üzr istəyirəm, deyəcəksiniz ki, Ezeli bir Eldənizin vəkilidir, valla ona görə yox. Mən də bir həm sənət dostuyam, həm də bir tamaşaçıyam da. Yəni qüsursuz ifaçılar var da bu sənətdə, qüsursuz. Heç vaxt yəni ki, səslərində deton görməzsən, farş görməzsən. O müğənninin xəstə olan səsi də olur. Onu sənətkarı başa düşər ki, məsələn yerində bir də görürsən kimsə zildən oxuyur, ona qoşulursan, onun tanallığında oxuyursan, öz yerin olmur da. Yəni yer narahat olanda səsdə qaçır axı. Amma yəni bunlara rəğmən Eldəniz ona görə xalq ulduzu oldu da. Yəni xalq var, əməkdar artist, xalq artisti, bu da xalq ulduzudur da maşallah. Əsas məsələ xalq ulduzudur. Bəli. O sosial şəbəkədə məşhurlaşmadı. O xalqın seçdiyi, xalqın SMS göndərdiyi, yəni təsəvvür edin ki, indiki dövrdə heç kimi seçilmək üçün SMS göndərməz. Amma o vaxtı necə həyəcanla, həvəslə sevib SMS göndərib onu qalib etdilər. Nə yaxşı ki varsınız. Çox sağ olun. Eldəniz Məmmədovun həm də ailə olaraq musiqi ailəsidirlər. Onun övladı tamam fərqli bir janrda. O gələcəyin çox belə başqa bir ulduzudur. Bilirsiniz, mən ümumiyyətlə doğrudan da heç vaxt belə kədərli notları xoşlamaram. Yəni ki, belə bir yerə gedəndə həmişə şənlik yapararam. Mən olan yerdə hər zaman sülh, əmin-amanlıq olar. İstir belə dava olsun. Yəni ki, yaxında bir oğlan mənə yaxınlaşdı. Bir vəzifəli adam idi. Yəni bizim camiyyədən. Dedi, Ezə xanım, siz məni ölümdən qutarmısınız da, bir 20 il, 15 il buna əvvəl. Deyirəm, necə olur ki? Bir dəfə deyir, biz Gəncədə konsertdə idik, Gəncədə. Bir dənə də orada aparıcı var idi, adını demədi, amma mən burada o mənə dedi, mən demədim. Aparıcı var idi, deyir. O da orada biraz açıq-saçıq səhnədə, yəni aparıcıdır da, yəni. Orada deyir, orada nəsəsi söz dedilər ona, mən onu müdafiə elədim. Deyir, gəlmişik, deyir, yatmağa gecədə, o səni gördüm, həmin onlar yığılıblar, gəliblər, məni çağırırlar ki, gedək. Səninlə danışmalıyıq da, ciddi. Dedi, siz deyir, mən də belə danışırım, mən də yadımdan çıxıb da. Deyir ki, orada o qədər müğənnilər, o qədər adam var idi ki, heç kəs yaxın gəlmədi. Siz çıxdınız, deyir, məni onların əlindən aldınız, apardınız içəri, deyir. Sizin sözünüzə görə deyir, onlar çıxdılar, getdilər. Siz məni, bilin ki, siz məni ölümdən qutarmısınız da. Siz həm də bir anasınız. Yəni, mən ana olduğum üçün. Mən inansız yolda bir dəfə gedirdim maşında, görürəm, neçə dənə oğlan bir oğlanın üstünə düşüblər. Canbala var idi, mənə kömək etdim. Canbala saxla maşını, o oğlanı götür, bas maşına. Canbala getdi, o uşağı götürdü, bastı maşına onların əlindən. Apardıq, uzaq 2-dən orada dedi ki, ged evizə. Yəni, o qədər belə hadisələr olur ki, yəni demək istəyirəm ki, mən, məsələn, Eldənizi mən bəzən də ola bilər, bəzi fikrimi söylədim. Burada doğrusunu söylədim, sözümün həmişə arxasındayım. Bizim bəzi aparıcılarımız, hörmət edirəm onlara. Verilişlərdə dururlar, hadisə olub bitib də, dururlar, mənim xətrimə dəyər şəxsən, niyə görə? Mən Eldənizin bacısıyam, bir sənət dostuyam, bir anasıyam, bir, necə deyərlər, bir onun pərəstişkarıyam. Onu mən heç sənət dostu deyiləm, onu mən dinləyicisiyəm. Yəni, sizə yaraşırmı ki, ay kişilər, kişisiz də siz, deyirsinizsə, o Eldəniz, yazıq Eldənizi, yazıq nə olur ki? Baba Fülhanın bir sözü var, Baba Fülhana bir şeiri. Deyir, qulaq as insan, istər müsəlman ol, istər xristiyan, vahid bir kütlədən yaranıb insan, vahid bir kütləyə dönəcək insan. Yazıq insan, yazıq insan. Yəni biz hamımız, hətta belə xalq, başqa dinlər belə, hamımız bir Allaha gedirik də. Əksinə biz daha da biz nə eləməliyik? Yaxşılaşdırmaqdan əzizim bağışla. Yəni bəzi oğlanlar, siz kişisiniz, bəlkə siz o kişinin yerində olardınız. Sizin üçün Eldəniz desəydik ya, o yazıq filankəsi bu günə niyə qoydun? Yazıq bəlkə belə olmaz axı belə şey. Belə şey olmaz axı. Mən tamaşaçıyam, şəxsən mən əsəbləşirəm. O aparıcıları odun üstünə daha da benzin tökürlər də. Yəni olmaz belə bir şey. Güya ki şou yaradırlar. Yəni ayıbdır da bizim üçün də. Bizim xalqımıza yaraşmır. Valla bugün hamının acığım məndən çıxdı. Bilmirəm nə baş verib. Mən bilsin necə, mən də bir tamaşaçı olaraq mənə bu təsir edir.
Bu bir Tamaşaçıdan əlavə mən bir bəstəkaram. Mən də bu xalqımıza baxıb mən ruhlanıb bəstələməliyəm də. Yəni biz aparıcılarımızla fəxr Elzan, edirik. vaxtımız gedir, qurban olum sizə. Olan olub, keçən keçib. Bəs ay soğ, olan olub, keçən keçib. Bəziləri bu məsələni uzadırlar. Yəni ki, ona görə mən də xoşlamıram bu şeyləri. Çox yaxşı bir sənətkarları dostdur. Etməliyik biz əslində. Çox yaxşı bir ailə başçısıdır. Yaxşı bir sənətkardır. Onu bilənlər bilir. Hazırıq. Onu bilənlər bilir. Və Eldəniz Məmmədovu hamı o qədər çox istəyirmiş ki, bilirsiniz ki, biz qonaqlarımızın üzünü güldürmək üçün, efirdə onlar üçün bəzi məqamlar hazırlayırıq ki, həm ruhlarını sizə göstərək. Və o qonaq üçün də zəng vuranda kiməsə, hamı ürəklə mən Eldəniz üçün gəlirəm dedi. Amma bir nəfər o qədər bizi inandırdı ki, o sevgiyə. Biz onu bugün studiyamıza dəvət etmişik. Eldəniz Məmmədov üçün bugün studiyamıza görəsən kim gəlib? Görək o bu sürprizi bəyənəcək, yoxsa yox? Keçmişini, uşaqlığını danmayan insanlar, unutmayan insanlar doğrudan da çox böyük yol gedəcəklər. Ordunuz da var. Əyləşin. Eldəniz Məmmədovun illərin dostu. Deməli, dünənləri mənim oğlum mənə deyir ki, indi yadıma düşür, ata, bəs Dəyanət həmin nömrəsi var səndə. Deyirəm, neyinirsən? Deyirəm, neyinirsən? Deyir ki, o falan mərkəzdə işləyir də, orada bəs bir dostum var, bu uşağın çox bilmişliyim. Can, öpürəm, onu mən burada. Deyir ki, bəs orada o falan mərkəzdə işləyir, oradan orayla dostum var, ondan nəsə soruşacaq. Demə, buna görə istəyirmiş, nömrəni. İndi bilmirəm, valla. Bəli, indi xahiş edirəm, bax, Eldəniz Məmmədovu tanımadığımız, bilmədiyimiz bir tərəflərini özünüz danışın qısaca. Eldəniz Məmmədov valla öz statusunu elə qoruyub ki, 90'lardan bu yana, yəni həm musiqisinə xəyanət eləmədi, həm də ki 90'lar biraz ağır illər idi. Orada şəxsiyyətini də qoruyub, saxlaya bildi, statusunu qorudu, indiyə qədər də qoruyur. Allah ona can sağlığı versin. Dəyanət mənim 95-ci ildən mənim dostumdur, ailəvi dostumdur. Mən həmişə deyirəm ki, mən o vaxtdan bəri 2007-dən, 95-dən mən nə dostlarıma nə xəyanət eləmişəm, nə həmən dostlarım, həmən dostlardır, o vaxtki dostlarım. Ay, nə gözəl. İndi yoxdur. Tələbəlik illərində olan dostlarım da yenə də mənim dostlarımdır hamısı. Yəni ondan artıq o əlavə falan dostlar, ondan sonra tapmamışam dostlar. Elə köhnə dostlardır, hamısı köhnə insan. Elə olur. Bəzi müğənnilər elə bilirlər ki, misal üçün, hələ bunlar gəlirlər birdən-birə olurlar da, o bir məsələ yağışlar yağdı, bir üstən nə bilim gün. Hamı necə gəlib bu sənətə ilk gündən bitdə necə gəliblər, nə deyiblər, nə danışır, hamı bizim yaddaşımızdadır da, yəni. Dəyanət özü professional vokalistdir, estrada ifaçısıdır. Dəyanətin çox gözəl səsi var. Dəyanət indi imkan olsa, əgər oxumaq nəsə oxuyarsan, Dəyanət də imkan olsa oxuyardı bir. Ona görə deyil, bax, musiqiyə xəyanət etmədi. O qədər böyük əsərlər oxuyur ki, Dəyanət. Dəyanət İtalyan əsərlər oxuyur. Dəyanət
Rus əsərləri oxuyur, dəyənət Ay, türk maşallah. musiqiləri, Zəki Müren'in əsərlərindən oxuyur, dəyənət milli musiqilər oxuyur, dəyənət çox professional bir ifaçıdır. Oxuyun da nə olar ki bir bənd. Nə olar? Canlı şarkı. Bir duet hazırladı da Dəyanət. Ha, hazırlayın da. Necə hazırladı bir duet? Onu da deyim, Zümrüt xanım. Zümrüt xanım. Hə. Bir dənə də Eldənizin bir özünün o musiqidə olan bir dənə yeri var da. Mən həmişə Eldənizə rəhmətli, Allah rəhmət eləsin, İslam Rızayevin proyekti kimi baxıram. Layihəsi. Bəli, onun proyektidir. Çünki İslam müəllimində müəllimi Seyid Şuşunski olub, eyni məktəbi keçiblər. Eldəniz də sağ olsun ki, onu çox belə yüksək səviyyədə qorudu, saxladı. Təqdim elədi Azərbaycana. Bizim torpağından da. Bəli. Kəçimizdir, mənim Baxın, qohumumdur. o ifadə, o ifadə ki var ya, musiqiyə xəyanət. Məncə bu ifadənin dərinliyini ancaq musiqini sevən insanlar başa düşər. Musiqiyə bugün xəyanət edənləri də görürük, musiqi ilə qəlbi döyünənləri də görürük. Məncə bu haqda İza xanım başlasa bitirməyəcək. Düzdür, musiqini sevən, yox, musiqini sevən, yox, xalqını sevən, vətənini sevən, anasını sevən, şəxsiyyətini sevən. Musiqi sevənlər bizə, əslində musiqi sevənlər indi bu dəqiqə arada belə də gəzən, bu məhərə bir cürə nəyi sevir, ona qulaq asır. Amma Cavalar musiqini sevmirlər, o musiqidən pul qazanmaq istəyirlər. Xalqı sevən, dövlətini sevən, anasını sevən, öz kökünün musiqisini sevəcək. Əgər öz anasını, öz torpağını, öz vətənini, öz xalqını sevmirsə, o hələ özü üçün qulağına xoş gəldi, onu da sevəcək. Musiqi başqa şeydir. Sənət başqa şeydir. Beşiyindən məzara qədər. İnsan istəsə də onu ata bilməz. İstəsə də sata bilməz. Necə qorudu. Yəni biz belə doğulmuşuq. Qanımızda, genimizdə bu var. Xasiyyətimiz budur. Çünki biz ana laylası ilə böyüyən bir xalqın nümayəndələrik. Musiqini anamızın laylasında eşidirik, oradan sevmişik. İndi isə heyf ki, o laylaylar da dəyişilib, melodiyası Uşaqlar layla eşitmirlər. Uşaqlar Saradan sonra qayıdaq. Bəli. Çox sağ ol. Təşəkkür edirəm. İndi bir söz deyəcəm, yenə mövzu başqa yerlərə gedəcək. Amma bugün təzə bir mahnısı olan, təqdim edəndə mənim əsərim, mənim layihəm, mənim işim kimi qələmə verirlər. Bax, əsər budur. Bəli, Layihə budur. Bəli. Yəni, Sağ ol İza xanım, çox sağ ol. Gözəl Mahirə xanımın qızı mənim bəstələdiyim əsərdə Şuşa valisidir. Şuşa valisidir. Bəli, ay, Simfonik vals. orkestrindən inşallah Allahın köməyi ilə Allah fikrimiz var. qismət eləsin. Çünki bu arada mənim başım nar ağacı layihəmə qarışdığı üçün istəyirdim noyabrın 8-də bunu klip olaraq təqdim edək. Gördüm ki, yox, çətindir. 2 dənə, yəni ki, belə də məsuliyyətli işi. bu son vida, bu son görüşdə. Bu son vidada Səsi bizim çox uzaqlardan gözəl bir gəlir. müğənnimiz var, istedadlı Mila. Mila çox istedadlıdır. Rüstəm bəy, onun həyat yoldaşı və Zərif xanım, mənə görüntülərinizi müraciət təqdim etdilər. Bu son vida əsərini nə qədər insan oxumaq istəyir. Hətta Elvin Babazadə də bunu oxumaq istəyirdi. Çox da, yəni hər gün bu mənim telefonuma müxtəlif ifalarla, yəni ki, instrumental alətlərdə, ifalarda, yəni evdə, maşında mənə telefonuma Instagram səhifəmə direkt göndərirlər. Amma bunlar mənə müraciət Zərif xanım, edəndə var mı görüntülər əlimizdə? Təqdim edək. Milaya qulaq asdım. Çox onun səsini bəyəndim, onun istedadını icazə, yəni ki, sevərək ona Mila xanım icazə oxuyub mahnını. duet oxuduq bunu və bir gündə də bu bütün şəhərin, yəni ki, demək olar ki, o reklam səhifələrində baxın orada bir albom çıxdı Mila xanımın ad günündə. İlkin Dövlətovla insanları oxuyub. O xanımla da Ay İşığı mahnısını da oxuyub deyəsiz və mənim də son vida mahnımı duet oxumuşuq. Bəh, bəh, bəh. O mənə deyir ki, Ezra xanım, siz məndən gözəl oxumusunuz. Mən ona deyirəm ki, yox, mən səni dinləyəndə sənin oxumağında zövq alıram. Uğurlar arzu edirəm. O mahnı bizdə. Həmişə istedadlara, bəli. Elə heç kim oxuya bilməyəcək sizin ifadınız kimi. O gözəl oxuyur. Amma hamı ora öz nəfəsini, öz ruhunu qatacaq. Deməli biz danışacağıq yenə bu mövzular haqqında. Çox sağ olun diqqətiniz üçün. Təşəkkür edirik Ezra xanım. Dünən də özü bilirsiniz ki, bu yaxınlarda Diqqətçilik. bəli, bayramlara qarışıb. Düz bir iki dənə mən
siz necə bir bəstəkar olaraq bir iki dənə iradlar, bir tamaşaçı olaraq bir iki dənə iradlar deyirəmsə, o bizim yaxşılığımızadır. Çünki biz bir-birimizin mənfi xüsusiyyətlərini deməliyik ki, yəni üzr istəməyi bacaraq biz. Üzr istəmək doğrudan da yaxşı bir şeydir də. Yəni səhvimizi başa düşək. O zaman biz bu addımı da qəbul edin. Çünki hər gün bizim qonaqlarımızdan bilirsiniz ki, bizdə qonaq çox olmur. Mən sevmirəm çox qonaqlı efiri ki, mən hər iki qonağıma da diqqət ayıra bilim. Onlar üçün nəsə hazırlaya bilim. Ona görə bizə iki qonaq kifayət edir və bir qonaq gizli qonaq olaraq gəlir ki, onun həyatından bizə danışsın və bir də bizim pərəstişkarlarımız var ki, qonağımızı biləndən sonra öz suallarını yazırlar, göndərirlər. Hətta ATV telekanalına qədər gətirənlər var və bütün suallar da həmişə şəxsi olur. Biz çox şəxsi suallar vermirik. Sualları redaktə edərək pərəstişkar tərəfindən o sualları Elza xanıma təqdim etmək istəyirik. Çox qısa cavablar istəyəcəyik sizdən. Cavab vermək istəmədiyinizdə də cavab verməyəcəksiniz. Yəni məcburiyyət bizdə yoxdur. Eşidək sizi. Mehman müəllim idi də, hə adınız? Bəli, Zümrüt xanım. Mehman bəy. Bəli. Vaxt itirmək istəmirəm. Suallarınızı verin. Elza xanım burada diqqətlə dinləyir. Elza Seyidcahan trendlərdən qazanmır. Amma çoxları Elza Seyidcahandan qazanır. Sizcə bu sənətdə sizi bilərəkdən kölgədə saxlamaq istəyənlər varmı? Bilirəm, hə, bilərəkdən kölgədə saxlamaq elə bilirlər kölgədəyim, ancaq ki, yox, kölgə də yaxşıdır da, yəni mənim daha da sərinlikdə daha gözəl işləyirəm. Sərin olanda insan daha yaxşı olur. Nə soyuq olur, nə isti olur. Kölgə mənim üçün yaxşıdır. Belə. Mehman müəllim. Bəli, Zümrüt xanım. İlk dəfədir ki, mən Elza xanımdan qısa və lakonik cavablar eşidirəm. Buyurun, növbəti sual. Özünüzü Lady Gaga'ya həsəd aparan yeganə insan adlandırmısınız. Bəs sizcə Azərbaycanda kimlər Elza Seyidcahana həsəd aparır? Çünki Lady Gaga da mənə həsəd aparıb və ona görə də Lady Gaga olub. Çünki mən 86-cı ildə Lady Gaga obrazında geyinəndə, yəni ki, çox başa düşmürdülər, müzakirələr, müdaxilələr, nə bilim, bir tənqid eləyirlər. Sonra təbliğlər başladı, sonra başladı təkrar eləyirlər indi hamısı. Lady Gaga da 2006-cı ildən gəldi, təkrarladı. Maşallah onun böyük heyəti var, onları... Lady Gaga sizi təkrarlayır. Çünki Lady Gaga 2006-da gəldi, mən 86-dan var idim. Və Lady Gaga da, yəni maşallah onu sevirəm, onu izləyirəm, alqışlayıram. Çünki onun... Yəni ki, o çox səhnələrdə performansları göstərir. Bəzi müğənnilər kimi, üzr istəyirəm, görməmiş kimi bir yerə gedəndə, yəni ulduz bilirsiniz necə olmalıdır? Ulduz özü ulduz olmalıdır. Yoxsa mən bir yerə gedəndə deyim ki, mən ora gəlirəm, mənim üçün tez olun, fişənglər atın, güllər səpəliyin, ulduzlar. Amma Lady Gaga fikir versə, bir verilişlərə gedəndə çox sadə və gedir. Adi deməzsən Lady Gaga'dır bu. Amma o səhnələrdə performanslar göstərir. Obrazdır da çünki, obraz. Amma bizim bəzi... Ulduz olmaq, obraz olmaq demək. Nə deməkdir? Ulduz elə özü, ulduz doğulur, olur obraz. Ulduz. Bizim elə müğənnilərimiz var ki, tutalım Akif İslamzadə. İllərdir ki, o efirə çıxmır. Düzdür? Oxuyub ulduzdur da o. Düz demirəm. Onun səsi ulduzdur. Misal üçün Sərxan neçə illərdir oxuyub mahnılar, gələndə Sərxan ulduzdur. Düzdür? Yəni mən rahat insanam da sənətdə. O yaxşı kölgədə özüm üçün otururam. Çünki narahat deyiləm. Narahat insanlar var ki, ay birdən məni kimsə gələr bunu edər. Yox, mən həmişə birinci, mən gözdə olmaq. Bax, birinci olmaq o deməkdir ki, əsl lider bilirsiniz kimdir? Əsl lider odur ki, xidmət edir. Əsl lider də adica aparır. Əsl lider o deyil ki, zülm edir. Yox, əsl lider xidmət edir. Bizim xalqımız, bizim dövlətimiz görürsünüz də necə xidmət edir. Hətta fiziki qüsurlu uşaqları belə bizim dövlətimiz onları dəstəkləyir, onların nazını çəkir, onlara qayğı göstərir. Bu yaxında inklüzivliyin sirri adı layihə oldu. Buradan biz Laçına getdik. Uşaqlar üçün elə bir şərait yaratmışdı ki, bizim dövlətimiz. Mən də orada münsif idim. Siz bütün o xeyirxah layihələrdə varsınız. Yəni ki, ona görə deyirəm ki, mənim hər bir xalqımın daşı da, o Məmməd Arazın yaxşı şeirləri var, vətəndaşı da, hər biri mənim üçün göz bəbəyim kimi onları qoruyuram. Ona görə mənə misal üçün bir şey toxunanda deyir, Azərbaycan deyiləndə ayağa dur ki, Nizaminin ürəyinə toxuna bilər. Elə belə də deməyim ki, bunu şairlər. Eldəniz deyiləndə ayağa dur ki, Elzanın ürəyinə toxuna bilər. Toxunulub ürəyimə və mən onu toxunulub ürəyimə, mən onu içimdən çıxartmasam, mən onda mahnı bəstələyə bilmərəm, yaza bilərəm. Gör, mən beləyəmsə, amma o hadisəni törədən insanlar var. Hətta ondan zövq alırlar, sual verirlər. O, yazıq Eldənizin nə günə qoydunuz? Növbəti sual. Yəni ki, bu məni çox incidir. Başa düşürsünüz? Nəysə, növbəti suala keçək. Növbəti sual. Növbəti sual. Bəzən şeirlərim mahnılarımın kölgəsində qalır deyirsiniz.
Bəs sizcə Azərbaycanda, bəs sizcə Elza Seyidcan hansı tərəfi daha güclüdür? Şair, bəstəkar? Şair tərəfi yoxsa bəstəkar tərəfi? Mehman müəllim, siz özünüz elə şairanə danışırsınız ki. Fürsətdir də deyir, mən də məşhurlaşım. Bir də həmişə deyirəm ki, bir şey, nəysə bir iş alınmır, gəlirəm əl vuran kimi iş alınır da. Məsələn, çalışır da ki, bu işi necə həll edək. Gəlirəm də belə toxunduram, belə bir sehirli çubuq alınır, deyirəm, etaya, Elza Seyidcan. Ona görə bu mənim sözümdə dillərə düşüb, deyirlər ki, misal üçün, etaya, Elza Seyidcan. Yəni, etaya, şair yoxsa bəstəkar. Bu mənəm, Elza Seyidcan. Elza Seyidcan da birləşir. Hər şey birləşir, ana da, evlad da, bir necə deyərlər, xalqın bir qızı da, bacı da, bəstəkar, şair. Əlbəttə ki, mən bəstəkar kimi gəldim, amma ola bilər sabah rəssam da ola bilərəm, ola bilər sabah heykəltaraş da ola bilərəm, ola bilər sabah bir aşpaz da ola bilərəm, amma hər şey mükəmməli olacağam mən. Bütün sənətlər Elza xanımda cəmlənib. Həyat davam edir. Digər sualımızı tez-tez verək, xahiş edirəm. Elza xanım, sosial mediada sizin adınızdan saxta, bəzən etiqadan kənar şeirlər yayılır. Heç həmin insanlarla üz-üzə gəlmisiniz, gəlsəniz onlara nə deyərdiniz? Elza xanımın adından yazılır. Birisiz, mən, onlar o qədər, bir o Şah Abbasda olub belə, bir də Ömər Xəyyamda, hər zaman onların adından, yəni ki, çox, bir də Nəsiminin adından. Yadınızdasa Nəsimin də edamı günü görürsünüz, hamısı Nəsimilər düzülmüşdü ora. Elza şünaslar var, Elzalar var, Elza təkrarlayanlar var. Yəni ki, bu mənim üçün çox bir normaldır, çox adidir. Əlbəttə ki, onlar mənim xəstələrimdir də, neyim xəstələniblər. Amma etikadan kənar şeylər yazırlar. Kənarda yazanda onları bir neçəsini polisə də şikayət eləmişik, məhkəməyə də vermişik. Amma son zamanlar azdır. Niyə görə? Çünki çox sağ olsun dövlətimiz artıq o anonim yazanları o dəqiqə tapırlar. Biz elə bir ölkədə yaşayırıq ki, bizim, yəni ki, elə hüquq orqanlarımız var ki, hüquqlarımız qorunur, son zamanlar azalıb. İndi biz bilirik də kimlər yazdırırlar, bəzi müğəndilərin çoxlu jurnalistləri var, onlar jurnalistləri hədə qorxu gəlirlər, onlar şirkləndirirlər, yazdırırlar, hər şey çox gözəl başa düşürük. Olanlar, yanınızda olan, adamın öz yanında olanlar yazdırır. Bəli, bəs də onu görə deyirəm də. Növbəti sual. Ara musiqi ifaçıları barədə çox sərt danışmışsınız. Konkret kimləri nəzərdə tutursunuz? Hansı ifaçıların mahnılarını üfunətli adlandırardınız? Mən ancaq ara musiqilərini üfunətli adlandırıram. Mən heç kimləri tanımıram. Musiqiləri elə adlandırırsa, demək ki, o musiqiləri ifa edənləri də elə adlandırır. Mən onları tanımıram. Yəni ki, tanıyanda həyatda bəlkə gəlib mənə salam verirlər, öpüşürəm, şəkil çəkdirmək istəyirlər məndən, şəkil çəkdirirəm. Hətta belə paylaşırlar da, mən də paylaşıram. Yəni, mən insan olaraq hər kəslə insan kimi danışıram. Ancaq o musiqilər, ara musiqiləri deyəndə ara musiqi nə edir? Ara musiqi deyil onlar. Onlar bizim xalqımızın düşmənləri. Necə ki, üzr istəyirəm, bugünkü gündə biz pis vərdişlə mübarizə aparırıq da, bizə xalqımıza zidd olan. Ara musiqiləri də bizim üçün bir virus sayıram. Yəni, bir bəstəkar olaraq bu mənim Qara Qarayevdən bizə gələn bir nəsihətdir. Qara Qarayev konferanslarda həmişə onun söhbətlərini, onun yazılarını bizim musiqişünaslar danışanda deyib, Qara müəllim deyib ki, vaxt olacaq mən olmayacağam. Heç bir zaman yol verməyin ki, bayağı musiqilərlə mübarizə edin. Ona görə bir bəstəkar olaraq bunu mən borc bilirəm özümə və hətta mən sizə kömək də edə bilərəm. Mən sizi tənqid eləmirəm. Bilməmək ayıb deyil, baxıb öyrənməmək ayıbdır. O kinoda deyir, uşaq olmuşsan bilməmsən, qoy silahı keçməyəm. Sonuncu sualı da gəlsinlər, öyrədim onlara. Efirlərə gəlib musiqi departamenti olaraq xidmət edərəm. Nə olar ki, yəni ki, burada bizim borcumuzdur da, yəni. Bizim çox simfonik əsərlərimiz var. Cövdət Hacıyevlər, yəni Cavanşir Quliyevin elə simfonik əsərləri var ki, simfonik, yəni ki, simfoniyalar var. Cavanşir Quliyev kimi bizim canlı əfsanə bəstəkarımız var. Cavanşir müəllim gəlib burada otursa, o da mənim kimi danışacaq da. Yəni canlı bəstəkarlarımızı deyirəm də. Yəni bizim canlı bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə başda olmaqla, yəni biz Azərbaycan musiqisini qorucular və dövlətimiz başda olmaqla da necə musiqilərimizi qoruyurlar, özünüz görürsünüz. Verişimiz qutardı. Müğənni özünü tanımaq istəyirsə, Elzanın mahnılarını oxumalıdır, deyirsiniz. Bugün o səviyyədə olan hansı müğənnini görürsünüz? Hər kəs ola bilər. Hər kəs ola bilər. Hər kəs yaxınlaşsınlar, o musiqini ifa edəndə özünü tanıyacaq ki, nəyə qadirdir. İmtahandır da, bizim mahnılarımız onlar üçün bir imtahandır. Özünü orada həm eniş var, həm yoxuş var, həm forta, həm piano, hər bir var. O özünü tanıyacaq, o mənada deyirəm. Heç oxumusunuz başqa janrda mahnı? Bir sınamısınız özünüz, ya da evdə olanda belə arada heç oxu. Olub da. İlkin Əhmədov bizdə caz oxudu efirdə. Biz bir dəfə nanəli verilişi ilə Türkiyədə oxumuşuq. Baxma, bu qatarın dalınca baxma, gözlərini yumunca baxma, baxma. Gülyana xanımdan oxumuşuq.
Ay, nə gözəl. Alanya'da. O bu da estrada janrında o Flora xanım mahnısı. Oxumuşuq elə Ana bunu. xanım vokal da oxuyur, bəli. Bilirəm. Dənət görmüşəm. bəy. Darıxmırsınız? Yox. Baxın, biz istəyirik ki, bu efirdən sonra siz bir duet oxuyasınız. İnşallah. Qəşəngdir. Duet o şərt deyil ki, xanım bəy oxumalıdır. İki əlbəttə, dost da qəşəng bəli, bir bəli, duet bəli, oxuya bilərlər. Düzdürmü? Bəli. Bax, bir belə balaca qısa aramız var. Ondan sonra o ki deyirik, istedadlı gənclərimiz var. O istedadlı gənclərin də öz qorxuları var. Və Eldəniz bəy də yaxşı bilir ki, pedaqoqlarımız var ki, o pedaqoqlar belə tənbəlləri uzaqdan seçə bilirlər ki, bu adam tənbəldir, bundan heç bir şey olmayacaq deyib onu qəşəng mədəni şəkildə də yola salırlar. Bugünkü gündə bax bu insanlar elə başda da Eldəniz özü olmaqla o qədər əziyyətli sənətin əziyyətli, səhnənin əziyyətli yollarından keçib ki, məncə elə onları eşidəndən sonra gənclər o ağacın kölgəsində uzanmağı tərcih eləyirlər. Ona görə də bugün o irəli gedənlər yoxdur. Qısa aradan sonra qayıdırıq. Qısa ara. Eşq olsun, eşq olsun. Dünyanın hər bir yerində 130-dan çox kanalı HD formatında keyfiyyətli şəkildə izləyə bilərsiniz TVNet sayəsində. TVNetə qoşulursunuz və istənilən cihazda, tək ki internet bağlantınız olsun, istənilən cihazda televiziyanı dünyanın hər bir yerində izləmə şansı qazanırsınız. Təşəkkür edirik TVNetə bizimlə olduğu üçün. Bəli, İDəmiz, Azərbaycanın yerli brendi olan İdə qalıcılığı ilə sevilən, seçilən və hər həftə demək olar ki, özəl kampaniyaları ilə həm bəyləri, həm xanımları düşünən İdəmizə təşəkkürlərimizi bildiririk. İdə də Azərbaycanın hər bir bölgəsində var, 18-dən çox filialı ilə də fəaliyyət göstərir. Rozbakuya təşəkkür edirəm. Bugün Rozbaku ilə Elza xanıma özəl hazırlaşdım əslində. Sağ olsun Elza xanım, onun üçün hazırlandıq, gəldik. Rozbaku, təşəkkür edirəm sizə də. Keyfiyyətimizə görə minnətdaram. Akçiçəyin bizim dostlarımıza da öz minnətdarlığımı bildirirəm. Təvam var mənim, xanəndə DJ. Təboş. Bugün Tebo da özünü itirdi. Bilmir nə ifa eləsin. Elza xanım, bilmir nə ifa eləsin. İkiniz də, Dəyənət bəy də, Eldəniz bəy də, Elza xanım da musiqiyə dəyər verən insanlar olaraq çox istəyirəm ki, o bayaqki mövzunu qısa cümlələrlə tamamlayaq artıq. Bugün bir ifaçı olmaq istəyən, böyük səhnələrə gəlmək istəyən gənclərimiz var. Və təəssüflər olsun ki, bir çoxu da təhsil almadan internet sayəsində, sosial media sayəsində gündəm olmaq istəyirlər. Çox qısaca onlara mesajlarınızı almaq istəyirəm sizdən. Ümumiyyətlə, hər bir sahədə çox fitri istedadlar olur. Onları bir kənara qoyuram. O Allah Taala tərəfindən verilmiş bir vergi olur. O elə insanlar dünyada var, hər bir sahədə var. Amma ümumi ifa etmək üçün, oxumaq üçün, müğənni olmaq üçün əsas odur ki, təhsil almaq. Birinci məsələ təhsil almaqdır. Təhsil alıb artıq o təhsilin üzərindən sən istər-istəməz təhsil alandan sonra o bayaqlığa qaçmayasan, istər-istəməz, yəni o girirsən, deyirsən, auditoriya görməlisən, sən universitetdə, sən akademiyada auditoriya görməlisən, sən o səviyyəni görməlisən, yəni ondan sonra sən ora təhsil alıb çıxandan sonra sən başqa yerə meylin də olmayacaq qaçasan. Yəni savad mütləqdir. Bəli, savad Musiqi lazım. savadı mütləqdir. Dəyənət bəy, mən təşəkkür edirəm sizə. Çox sağ olun. Gəldiniz. Mən çox istəyirəm sizin ifalarınızı eşitməyi. Təəssüflər olsun ki, verilişimizin vaxtı buna əl vermir. O ifaları rica edəcəm, hətta arada Eldəniz göndər bizə. Həm təqdim edək izləyicilərimizə, həm paylaşım edək. İnşallah. İnşallah. Çox gözəl duet. Nar çiçəyi haqqında da qısa. Nar ağacı. Nar ağacı yeni ifadır. Bilirsiniz ki, bayramlarımız bayramlara qarşımışdı. Həm zəfərimizin 5 illiyi, həm bayraq bayramımız, həm Göyçayda nar festivalı keçirildi və mən də həm nar kraliçası oldum, nar şahzadəsi. Narlar kraliçası. Nar kraliçası və nar ağacı və mənim üçün doğrudan da
daha çox böyük şərəf oldu ki, bu yaxında da bizim birinci vitse-prezidentimiz Mehriban xanım İtaliyada nar ağacı əkmişdi. Vatikanda kraliçə ilə. Nar ümumiyyətlə mənim üçün padşahlıq, dünya deməkdir. Allahın bir elə bir ki, Azərbaycan xalqı Allahın padşahlığında parlaq Azərbaycan oldu. Bu layihəmdən sonra mənim üçün bir daha dərk etdim. Narın meyvəsinin elmi elə bir açıqlamasını, onun arasında olan pərdələr sanki xalqları, dövlətləri bir-birindən ayırırdı və Allah o öz mesajını onunla verir ki, yəni hamınızı mən bir araya toplamışam və dünyanı mən idarə edirəm. Və narın başındakı tac da Allahdır ki, yəni mənim iradəm olmasa onların içində bir dənə belə yerə düşə bilməz. Zenfira xanım mənim paltarımı tikdi, ona təşəkkürümü bildirirəm. Elə biz nar ağacıyla da, mahnısıyla da. Eldəniz Məmmədov, dəyərlisiniz. Dəyər olması bir sənətkarsınız. Təşəkkür edirəm, çox sağ olun. Hörmətiniz, izzətiniz həmişə hər bir yerdə onu görürük də, şahidi də oluruq. Yaxşı ki, bizim musiqimizdə varsınız. Və yaxşı ki, Dəyanət bəy, siz Eldəniz Məmmədov kimi bir adamla dostluq edirsiniz. Onun sirlərini bizə demədiniz, eyb yox, o da qalsın başqa bir verilişimizə. Elza xanım, minnətdaram sizə. Eldənizlə olacağım. Yəni ki, çox xoş oldu Dəyanətlə. Sabah eyni saatda görüşürük.